Salam gənclər, MAG-ə baxırsınız. Dostlar, bugün elə mövzulara toxunacağıq ki, onlar bəzən bizi həvəsləndirir, bəzən də çərçivəyə salır. Yox, qorxudan danışmırıq. Şuuraltıdan və darıxdırıcı işlərdən danışırıq. Əgər taksi ilə getsəm evə tez çatacağam, metro ilə getsəm gec. Onda nə edeyim? Taksiyə minsəm, maşın qəza edəcək. Yadında kinoda da belə görmüşdüm. Əgər bugün evə getsəm, işlərimi görə Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast, I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the change at last, and to believe in what you got, it was built to last, yeah. Çevirmək üçün çalışacaq. Bu gücü idarə etmək üçün müsbət düşüncələr formalaşdırmaq, siyahılaşdırma etmək və xəbərlər çoxdur. Şuuraltınız sanki səssiz bir Psixoterapevt, koç Roza xanım Şuxrinskaya qonağımızda. Xoş gəlmisiniz. Xoş gördüm. Necəsiz? Yaxşıyam, siz necəsiz? Çox sağ olun. Roza xanım, biz bugün şuuraltından və şuuraltının həyatımızdakı rolundan danışırıq. Gəlin qısaca şuuraltı anlayışına aydınlıq gətirək. Şuuraltı nədir? Şuuraltı bir növ psixikanın bağlı Pandora qutusu kimidir. Yəni daha metaforik sizə desəm, yəni bir iceberg düşünün. Icebergin uç hissəsi əgər bizim şuurumuzdursa, bizim fərqinə vardığımız, necə ki biz indi fərqindəyik ki, hardayıq, nə baş verir. Şuuraltı isə o icebergin lap o dip hissəsidir. Yəni bizim fərqinə varmadığımız, yəni bütün həyatımız boyunca yaşadıklarımız, hiss etdiklərimiz, gördüklərimiz, eşitdiklərimiz hamısı bir sistem olaraq yaddaş kartı kimi şuur altındadır. Bugünkü gəncin şuuraltısını formalaşdıran əsas amillər hansılardır? Təbii ki, yəni onun uşaqlıq təcrübəsi, yeniyetməlik təcrübəsi, onun yaşadığı zaman, cəmiyyət. Çünki biz bir fərdin şuuraltısından danışırıq, amma eyni zamanda da kollektiv şuuraltı var. Yəni hər ölkənin şuuraltısı var, hər cəmiyyətin şuuraltısı var. Yəni bizim kollektiv şuuraltımız, düşünün ki, 1000 illərlə bütün bəşəriyyətin yaşadığı hadisələri özündə saxlayır. Yəni bunların hamısının özünə görə təsiri var. Bəs demək olar ki, şuuraltı bizi idarə edir. Hansısa anlarda ola bilər, çünki bayaq dediyim kimi də şuuraltı bizim fərqinə varmadığımız və bizim idarə etmədiyimiz psixikanın bir hissəsidir. Məsələn, deyirlər ki, gecə heç kəsə mesaj göndərməyin. Düşünürsünüz ki, mesajı göndərdim, yatdım. Əslində belə deyil. Siz dərin yuxuya gedə bilmirsiniz. Ona görə ki, şuuraltınız o adamdan cavab gözləyir. Bu doğrudan belədir. Yəni məncə bu asılıdır ki, siz o mesajı kimə göndərirsiniz və o insanın sizin üçün nə qədər önəmli olmasından. Yəni əgər bu sizin sevgiliniz, dostunuz və sizi doğrudan da narahat edən bir məsələ ilə bağlı mesajdırsa, təbii ki, siz rahatlaya bilmirsiniz və ona görə də gecə saat 2-də, 3-də oyanıb yoxlaya bilirsiniz və ya hətta əgər üst-üstə düşsə, şans əsəri ki, doğrudan o insandan bir mesaj gəlir, siz yəni onu deyirsiniz ki, oy mən intuisiya ilə mən hiss elədim onu. Biz hamısını belə daha da bir sehrə bağlamağa çalışırıq, amma şuuraltı bu qədər yəni bəsit deyil. Biz şuuraltını bu qədər bəsitləşdirə bilmərik. Bəs şuuraltı nədir, nə deyil? Məsələn, şuuraltını çox vaxt fikirlə, diqqətlə çaşdırırlar.
Şuur altı bizim bilmədiyimiz, fərqinə varmadığımız bütün hisslərimizin, arzularımızın, yuxularımızın avtomatik olaraq etdiyimiz hər bir şeyin toplumudur. Bax, biz məsələn hansısa hərfi yazanda biz şuurlu şəkildə ona enerji sərf edirik. Amma mən indi sizə desəm ki, siz A hərfini necə yazırsınız? Siz onu mənə deyə bilməzsiniz. Çünki bu artıq avtomatlaşıb. Yəni siz fərqinə belə varmadan A hərfini yazırsınız və eyni şəkildə də yuxuya siz əgər nəyinsə cavabını bilmirsinizsə, bu şuur altıdır. Bəzən olur ki, seanslarda da danışanlar gəlir deyirlər ki, mən eyni dostları seçirəm. Eyni toksik münasibətlərə girirəm. Bu nəyə görədir, mən anlaya bilmirəm. Çünki bu şuur altının artıq nəticəsidir. Yəni biz real həyatda nəticəni görürük, amma insan fərqinə varmır ki, nəyə görə, hansı hadisələrə görə, səbəb nəticəni görmədiyi üçün bilmir. Yazmaqdan danışdınız. Adətən deyirlər ki, məsələn, bunu bir çox məqalələrdə də görürük. Deyirlər ki, məsələn, bir dərdiniz varsa, bir qələm və bir kağız götürün. Dərdinizi başlayın ora yazmağa. Bu da sizin probleminizin, məsələnin 70%-ni həll eləyəcək. Bu şuuraltı ilə nə qədər əlaqəlidir? Şuuraltı ilə ola bilər hansısa nöqtədə əlaqəli olsun. Yəni siz yazaraq beynin müəyyən zonaları aktivləşməyə başlayır və siz beyninizdə, çünki biz beynimizdə düşündüyümüz şeylər daha belə katastrofik olur, daha belə faciəvi olur. Amma siz onu vərəqə yazanda bir növ siz orada rahatlaşırsınız. Amma bunu tam %100 mən şuuraltıya yönəltmək istəmərəm. Şuuraltı ilə bağlı bir çox tədqiqatlar var. Onlardan biri də deyirlər ki, məsələn, uşaq hələ ana bətnində olanda ananın yaşadığı hadisələrdən təsirlənir. Bu da doğrudan belədir. Yenidən qismən bəli, nəyə görə? Çünki döl ana bətnində böyüdüyü zaman o bütün məlumatları, yəni ətraf mühitdən gələn bütün məlumatı ananın vasitəsilə alır. O sadəcə qidalanmanı, oksigeni ananın vasitəsilə almır. Nəyə görə tədqiqatlar da onu göstərir ki, ana əgər stres keçirirsə, ananın bədənində kortizol hormonu ifraz olunur və bu uşağın inkişafına təsir edir. Eyni şəkildə də böyük ehtimal ki, yəni bununla bağlı tədqiqatlar çoxdur. Amma bunlar nə qədər həqiqətə əsaslanır, bu hələ sual işarəsi altındadır da. Amma bu bir faktdır ki, ananın yaşadığı emosional durum, onun psixoemosional vəziyyəti uşağa ötürülə bilər. Və uşaq, əgər ki, bununla bağlı tədqiqatlar da var, əgər ana hamiləlik zamanı çox stres yaşayıbsa və onun kortizol səviyyəsi çox yüksək olubsa, uşaq da bu zaman böyük ehtimal ki, hiperaktivlik sindromu ilə də doğula bilər və ya aşırı ağlayan uşaqlar olur. Yəni siz soruşsaz onların analarından ki, hamiləliyi necə keçib, deyəcəklər ki, çox stresli idi. Tez-tez yaxşı düşün, yaxşı olsun prinsipini eşidirik. Bu şuuraltı ilə nə qədər əlaqəlidir və ümumiyyətlə bunun real bir təsiri var. Yəni doğrudan da yaxşı düşünəndə yaxşı mı olur? Əgər siz buna fokuslanırsınızsa, ki biz buna pozitiv afirmasiyalar deyirik. Yəni elə insan var ki, pozitiv afirmasiyalar onda işləyir. O gün oyanır səhər və deyir ki, mən çox gözələm, mən uğurluyam, məndə hər şey alınacaq. Onda doğrudan da alınır da, çünki o bütün fokusunu buna yönəldir. Elə insanlar var ki, onda bu alınmır da. Çünki bu şuuraltıdan daha çox bizim beynimizin və diqqətin koqnitiv funksiyasından asılıdır. Yəni əgər siz yolda gedəndə deyirsinizsə ki, mən sadəcə qırmızı maşınları görəcəm. Siz sadəcə qırmızı maşınlara diqqət eləyəcəksiniz. Ona görə yox ki, sizin şuuraltınız bunu seçməyə başlayır. Ona görə ki, siz fokusunuzu buna yönəldirsiniz. Yəni bu doğrudan da belədir ki, sənin diqqətin hardadırsa, sənin fokusun da ordadır. Sənin fokusun hardadırsa, enerji ordadır. Enerji hardadırsa, nəticə ordadır. Əgər siz yəni deyirsinizsə ki, mən xəstələnməyəcəm, mən yaxşı olacağam, mən də alınacaq və sizi ətraf mühit də dəstəkləyirsə, sizin dostlarınız, ailə, hamı bunu deyirsə, hop, siz doğrudan da baxırsınız ki, mənim dediyim kimi oldu. Bəs ətraf mühitin bizə dediyi, məsələn, haqqımızdakı rəyləri
bizə nə qədər təsir edir? Daha doğrusu şuuraltımıza nə qədər təsir edir? Şuuraltı çox mürəkkəbdir və şuuraltıya təsir etmək biraz çətindir. Şuuraltı bir qubka kimi yığır. Aha. Sadəcə yığır məlumatları oradan-buradan və sonrasında sizin şəxsiyyətinizin bir hissəsini formalaşdırır. Amma bir də şuurlu axı var, siz fərqində ola kimsə sizə məsələn gəlib deyirsə ki, sən uğursuzsan. Siz hansısa nöqtədə əgər uşaqlıqda doğrudan da bu şuuraltı olaraq sizdə oturubsa ki, bəli mən uğursuzam, mən yetərsizim, bu hardasa sizə toxuna bilər. Amma əgər siz o şuurlu hissəni yandırsaz, o yetişkin tərəfinizə fokuslansaz ki, yox, əslinə qalsa mənim çox da uğurlarım var və s. siz bu şuuraltının idarə etməsinə getməyəcəksiniz. Bəs necə fikirləşirsiniz? Nəticədə biz şuuraltımızı idarə edə bilərik? Məncə 50-50-dir, 50-50-dir. Yəni şuuraltını bu bir illüziyadır və hal-hazırda bu metodikaların çoxalması, şuuraltınızı təmizləyin, şuuraltını tamamilə bununla bağlı çox sosial şəbəkələrdə bu çox maraqlı bir trenddir. Amma şuuraltı çox böyükdür. Icebergin böyük bir hissəsidir də və biz şuuraltıda olan bütün məlumatları ortaya çıxartsaq, psixikanın və bizim enerjimiz qalmaz onun öhdəsindən gəlmək üçün. Ona görə də müəyyən hadisələr var ki, siz həyatınızda onları yaşayırsınız, amma onların öhdəsindən gələ bilmirsiniz. Də ola bilər ki, ağrılı bir ayrılıq olsun, bir ölüm olsun və bu şuurdan atılır şuuraltıya. Aha. Pandora kutusuna və şuuraltı zaman-zaman insanı yoxlayır ki, görün bu hazırdır bu məlumata ya yox. Buna görə də məsələn bəzən olur ki, kimsə unutmaq istədiyi bir hadisəni yuxuda görür. Və kimsə deyir ki, mən uşaqlığımla bağlı heç bir şey xatırlamıram da, çünki uşaqlığında doğrudan da ağır hadisələr olub və o onları xatırlasa özünü çox pis hiss eləyəcək. Hansısa anlarda şuuraltının bizi idarə etməsi pozitivdir. Amma hansısa anlarda ki, məsələn, mən toksik münasibətləri bitirmək istəyirəm, amma hər dəfəsində, yəni aktyorlar dəyişir, amma süjet eyni qalır. Süjet xətti eynidir. Süjet xətti eyni qalır. Demək ki, orada mənim fərqinə varmalı olduğum hansısa məsələlər var və bunun üçün də bəli, mən artıq gedirəm ya terapiyaya, ya art terapiyaya, nə ilənsə bu şuuraltıda olan məlumatları keçirirəm şuura, yəni fərqinə varıram. Bəs mütəxəssisə müraciət etmədən insan özü-özünə neqativ düşüncələrindən, nə bilim, şuuraltının onu idarə etməsindən bir növ xilas ola bilər? Hansısa nöqtədə ola bilər, amma bu çox yəni qısıtlı olacaq. Çünki biz xatırlasaq ki, şuuraltı nədir? Bizim fərqinə varmadığımız şeylərdir. Yəni siz fərqinə varmadığınız şeyləri texnikalarla necə fərqinə vara bilərsiniz özünüz, yəni işləyərək də. Bir növü bilirsiniz, biri var siz özünüz bu hissəni görürsüz də, amma bu əl sadəcə bu hissədən ibarət deyil. Bu əlin bir neçə üzü var və bunun üçün də siz sadəcə bunu görürsünüz. Bunun üçün siz mütəxəssisə gəlirsiniz ki, mütəxəssis sizə göstərsin, burada var və burada var ki, sizdə ümumi bir şəkil yaransın. Amma hissə eləmək olar, sadəcə biraz diqqətli olmaq lazımdır. İndi internetdə çox meditasiyalar var, fərqli marafonlar var, insanların buna çox marağı var. Sizcə etibarlıdır? Baxır ki, terapevt kimdir və bələdçi kimdir də, yəni bu insanı şuuraltı dünyasına aparan insan kimdir? Daha yaxşı olar ki, mən təbii ki, dəstəkləyirəm bu cəsarəti də, bu həmişə maraqlıdır, mən özüm də maraqlanıram bu trendlərlə, mən də nə isə yoxlayıram, amma mən belə şuuraltını öyrənmiş bir insan, bu işin, sahənin mütəxəssisi olan bir insan belə mən bəzi anlarda çəkinirəm. Çünki hansısa texnikalar var ki, onlar astral səyahətə gedirlər. O ümumiyyətlə başqa bir aləmdir. Astral səyahətdir, biz sizin şuuraltınıza gedəcəyik və s. biraz təhlükəlidir. Ən çoxu da əgər sizin xarakterin, bizim hamımızın xarakterində aksentlər var. Aksentuasiya deyirik biz buna. Kimdəsə şizoidlik var, kimdəsə daha çox isterik şəxsiyyətə yönəliklik var, kimdəsə nə bilim, buyurun. Kiçik bir göstəricidir, yəni doğrudan da şizofreniya əlaməti ola bilər. Şizofreniya əlaməti deyil, şizoidlik keyfiyyətidir daha çox. Xaotik bir insandır. Məsələn, incəsəndə meylli insanlarda daha çox isteriklik var, şizoidlik var, demonstrativlik var da, onlar belə göstərişi çox sevirlər və məhz bu keyfiyyətlərə görə onlar
səhnədə qala bilirlər də. Amma ki, düşünün, yəni mən bunu təcrübədən bilirəm də ki, sırf şizoidli keyfiyyətli olan bir insan gedib bu cür praktikalar eləyib və sonrasında onun psixikası, yəni norma və patologiya çox yan-yanadır. Və anında o texnikadan sonra normadan çıxıb patologiyaya və artıq yəni o psixoloqdan çıxıb psixiatra getməli olur. Yəni bu texnikalarla eksperimentlər eləyəndə diqqətli olmaq lazımdır və mən tövsiyə etməzdim ki, bunu tək başına etsinlər. Edirlərsə, yəni bunu bir mütəxəssisin köməkliyi ilə, bir bələdçinin, necə ki biz qatarda, təyyarədə gedəndə bir bələdçi olur və bizə məlumat verir. Eyni şəkildə də bu terapiyada da olmalıdır və şuuraltıya səyahətdə də olmalıdır. Roza xanım, təşəkkür edirik həm gəldiyiniz üçün, vaxt ayırdığınız üçün. Mənə elə gəlir ki, artıq şuuraltını daha dəqiq hansısa nöqtədə inanırıq və aydınlaşdırdıq. Çox sağ olun. Rica edirəm. Nigar, buradasan? Hə, bayaqdan buradayam. Nə edirsən orada? Axşama ssenari təhvil verməliyəm. Hələ də yazıb bitirməmişəm mən bunu. Darıxdırıcı deyil. Yox, insan öz işini sevəndə niyə darıxdırıcı olsun ki? Yox, nə bilim, mən darıxıram kompüter arxasında işləyəndə. Amma mən yox. Nə deyim, sənə bol şans və çoxlu səbir diləyirəm. Çox sağ ol. Amma bağışda biz çəkilişə başlamalıyıq. Gedim yəni. Yaxşı, onda keçirəm mən digər otağa. İnsan xarakterləri fərqli olduğu üçün darıxdırıcı iş anlayışına münasibət də tam fərqlidir. Kimin üçünsə sutkanın böyük hissəsini kompüter arxasında keçirmək və necə deyirlər, nəfəs almadan işləmək əsl zövq, kimin üçünsə böyük işgəncədir. Amma çox vaxt bir çoxu üçün işgəncə sayılan həmin darıxdırıcı iş böyük uğurların açarı olur. Verilişimizin növbəti mövzusunu məhz buna həsr eləmişik. Qonağımız gənc sahibkar Nuran Hüseynovdur. Xoş gəlmisiniz. Xoş gördük sizi. Təşəkkür edirəm dəvətinizə görə. Siz sağ olun gəldiyiniz üçün. Nuran bəy, siz gənc sahibkarsınız, öz işinizi qurmusunuz, bir kollektivin rəhbərisiniz. Öz öhdəlikləriniz və məsuliyyətiniz var. Sözsüz ki, hər gün icra etdiyiniz rutin işləriniz olur. Bizə bir gününüzü təsvir edə bilərsiniz? Biz qida sektorunda xidmət göstəririk. Orta miqyaslı bir fəaliyyət istiqamətimiz var. 20 nəfər bizim tərkibimizdə çalışır. Bizim işimiz daha çox dinamik işdən ibarətdir. İşimizin dinamik olmasının əsas səbəbi ondan ibarətdir ki, biz əllə sayılacaq qədər az müştəri kütləsi ilə işləmirik. Daha çox geniş miqyaslı, ölkə miqyaslı fəaliyyətimiz mövcuddur. Çalışırıq ki, işlərimizi sistemli şəkildə, amma rutin şəkilə salmadan. Rutin şəkilə saldığımız zaman bizim əməkdaşlarımız da eyni işi görməkdən sıxılır və bu bizim işlərimizin gedişatını, işlərimizin inkişafını zəiflədir. Və sizcə gündəlik gördüyümüz rutin işləri darıxdırıcı hesab etmək olar? Və yaxud bu darıxdırıcıdırsa bunu necə eləyə bilərik ki, maraqlı hala gəlsin? Gündəlik rutin işləri mütləq qaydada görülməlidir. Məsəl üçün, hər səhər gəldiyim zaman mən işə və yaxud da satış müdürümüz və yaxud da digər əməkdaşlarımız hər hansı fəaliyyəti işimizə başladığımız zaman birinci işimiz sifarişləri qəbul edib, həmin sifarişləri sistemli hala gətirib və o sifarişlərin çatdırılmasını təşkil edib. Bu işlər biraz rutin halındadır. Hər gün eyni məsələdir. Sizə darıxdırıcı gəlir bu? Yox, mən daha çox həvəslə çalışıram bunun üçün. Nəyə görə həvəslə çalışıram? Bu rutin işlər olmasa biz böyüyə bilmərik. Yəni bu sifarişləri almasa, bu sifarişləri sistemləşdirə bilməsək, mən elə fikirləşirəm ki, bizim böyüməyimizə ən böyük əngəllərdən biri bu olar. O rutin işləri etməliyik ki, biz o məqsədlərimizə yavaş-yavaş çatıb, ondan sonra fərqli rutinə keçək də, fərqli istiqamətə keçək. 6 ildir fəaliyyət göstəririk. Hər il fərqli rutinlərdə işləyirik və hər il fərqli rutində işləmişik. Məsələn, siz qeyd etdiniz ki, rutin işləri sevirsiniz. Bəs kompüter arxasında qalxmadan neçə saat işləyə bilərsiniz? Məsələn, bu da rutin işlərimizdən biridir əslində. Əvvəlcə də qeyd etdiyim kimi bizim işimiz həm rutin işdən ibarət, həm də daha çox dinamik işdən ibarətdir. Biz daha çox rəqiblərimizlə rəqabət aparmaq üçün dinamik həyat tərzini seçməyə məcbur qalırıq. Çünki rəqabət aparmaq birinci dinamikliyi tələb edir. Əməkdaşlarla bəzən oturub fikirləşirik ki, biz nə zaman
oturub, yəni daha çox bir rutin həyata keçmək haqqında danışırıq, amma daha sonra nəticəyə gəlirik ki, bizim hal-hazırki fəaliyyət istiqamətimizlə rutin həyata keçmək biraz daha çox yol var da, belə deyim. Amma alışandan sonra buna bu işləri görəndən sonra daha çox rutin həyata keçmək istəmirsən. Dinamik həyat daha çox maraqlı gəlməyə başlayır. Amma rutin həyatda da mən çalışdığım bundan əvvəl də çalışdığım başqa yerlərdə rutin həyat tərzi olubdur. Rutin həyat tərzi keçirmək də maraqlı hesab eləmək olar bəzi hallarda. Əslində dinamikadan bir müddət sonra yorulursan və rutin həyat istəyirsən. Bu hər iki qarşılıqlı belə deyim də. Dinamik həyat tərzi keçirən insanlar adətən rutin həyat tərzinə keçmək istəyir. Rutin həyat həyat tərzi keçirən insanlar dinamik həyat tərzi keçirir. Bunu da tapmaq üçün, bunun cavabını öz üzərində tapmaq üçün gərək sən onun hər ikisini də ən azından sınaqdan keçirdəsən. Sınaqdan keçirdiyin zaman onu görə bilərsən ki, sən rutin həyat tərzi insanımısan, yoxsa dinamik həyat tərzi insanımısan. Mən elə fikirləşirəm ki, mənim ruh halım, mənim və mənim komandamın daha çox ruh halımız dinamik həyat tərzi üçündür. Amma bunu da özümüzə məcbur elədik ki, dinamik həyat tərzi nə alışmalıyıq. Yəni bu həm də işiniz bunu tələb edir. İşimiz bunu 100% tələb edir ki, biz dinamik həyat tərzi keçirək. Sizcə işinizin ən darıxdırıcı tərəfi nədir? İşimin darıxdırıcı tərəfləri çoxdur. Yəni məhsullar Avropanın bir başından respublikamıza qədər gəlir, çıxır. Mən bu məhsulların gəlişinin gözləmə etabını darıxdırıcı hesab edirəm. Çünki həqiqətən də həm səbir tələb edən bir prosesdir. Nuran bəy, baxın biz bayaqdan darıxdırıcı işlərdən danışırıq. Bəs ümumiyyətlə işgüzar aləmdə darıxdırıcı iş ifadəsinə yer var. Necə fikirləşirsiniz? Mən elə fikirləşirəm, rutin işlərdə daha çox darıxdırıcı hesab eləmək olar, amma insan öz işini qurduğu zaman, öz işinin sahibi olduğu zaman nə qədər darıxdırıcı olsa belə onun öhdəsindən gəlməyi bacarmalıdır. Əks halda onun öhdəsindən gələ bilməsə işini axıra çatdıra bilməyəcək və onu darıxdırıcı hesab elədiyi üçün yarıda saxlayacaq. Bu sahəyə gəlmək istəyən gənclərə hansı tövsiyələriniz ola bilər? Mən yəni gənclərə, gənc sahibkarlara kiçik bir məsləhətim olardı ki, işlərini darıxdırıcı hesab eləməsinlər. Yəni nə qədər darıxdırıcı hesab eləsələr, o qədər işlərindən bezəcəklər və yarıda buraxmış olacaqlar. Ona görə də birinci şərt işlərində darıxdırıcı hesab eləməyib işlərini davam elətdirsinlər. Həyatda öz istəklərinə, öz xəyallarına nail olmaq üçün, çatmaq üçün ən başlıca amil o işə başlamaqdır, qorxmamaqdır. Qurduğunuz iş istər Avropada, istər Amerikada, istər Asiyada bu eyni prosesdir. Bütün ölkələrdə eyni prosesdir. Yəni heç bir mən bütün Avropada da işləmişəm, respublikamızda da fəaliyyət göstəririk, ümumiyyətlə Asiyada da hardasa kiçik bir fəaliyyətim olub, amma bütün ölkələrdə eynidir. Bütün ölkələrdə iş qurmaq, iş görmək, işə başlamaq çox darıxdırıcıdır. Mən onlara tövsiyə edirəm ki, ən azından əgər mənə qulaq assalar, ən azından 3 il dözməklərini istəyirəm onlardan. 3 ildən sonra bəlkə də eyni həvəslə, eyni şüzarlıqla, buraxmadan, eyni həvəsi qoruyub, eyni ürəklə o işlərini ən azından 3 il bezmədən davam eləsinlər. Mən fikirləşirəm ki, bu istiqamətdə irəliləsələr uğurlu olacaqlar. Çox sağ olun, təşəkkür edirik vaxtınızı ayırıb gəldiyiniz üçün. Təşəkkür edirəm mən də. Siz sağ olun dəvətinizə görə. Belə dostlar, burada bizə ayrılan vaxtın sonuna çatırıq. Bəs sizin şuuraltınızla, eləcə də darıxdırıcı işlərlə aranız necədir? Bunu bizə sosial şəbəkələrimiz vasitəsilə yazmağı unutmayın. Bizdən isə bugünlük bu qədər. Sağ olun, salamat qalın.